sola. Gördüm. Al. Dayan, offside. Ayda, sən də hər topda offside deyirsən, Onu da vur da, çox danışma. Bax, indi vuracağam, hazır ol. Oo! Getdi top. Qəşəng vurdun ha. Gedim götürüm. Salam, topumuz Salam. sinəyətə düşüb. Götürə bilərik? Mən də sizinlə oynaya bilərəm. Tanımıram bunu. Təzə köçüblər deyəsən. Sənin adın nədir? Əhməd. Get, əgər atan icazə versə, gələrsən. Hə, yaxşı. Nə oldu ki buna? Bilmirəm. Gəlin oynayaq da, vaxt gedir. Gəldin Əhməd? Hə, ana. Kim idi gələn bala? Heç, həyətdə uşaqlar oynayırdı. Toplar bizim həyətə düşmüşdü. Bəs sən niyə kefin pozulub? Heç, anacan, bir şey yoxdur. Acmısan? Yox ana, toxam. Yaxşı, onda mən də gedim paltarları ütüləyim. Dayanın, indi mən vuraram. Vur da, çox saxladın. Of, az qalmışdı, gol idi. Sadiq, gəl evə, axşam düşür. Axı sabah məktəbim var. Gəlirəm ana. Yenə bir gol vur, sonra get. Yox, ana çağırdısa, getmək lazımdır. Sabah yenə oynayaq. Əlbəttə, sabah daha uzun oynayarıq. Fatimə, ay bala, düş oradan, yıxılacaqsan indi. Qorxma ana, bək tutmuşam. Ana, ev niyə belə bəzənib? Fatimənin ad günüdür. Yox bala, sən yadından çıxarmısan? Nəyi? Axı bugün İmam Əlinin mövlududur. Hə, keçən il ata demişdi ki, bu gün kasıb uşaqlar da sevinməlidir. Hə, yadımdadır. Ata hələ bizə hədiyyələr də almışdı. Ana, ata yenə bizə hədiyyə alacaq. İnşallah alar. Bayramlık konfet, təzə göyərti. Buyurun, indirim var. Xoş gəldin Həsən, necəsən? İşlərin necədir? Xoş gəldiniz əmi. Şükür Allah, sən necəsən? Yaxşıyam, çox şükür. Nə verim? Məni 1 kilo düyü, yox, 2 kilo olsun. Zəhmət olmasa 2 ayrı-ayrı paketə çək. Şəkər tozu da çəkim. Çək, ondan da 2 kilo çək. O da elə 2 paket, qardaş oğlu. Hə, zəhmət olmaz. Baş üstə. Buyurun, nə istəyirdiniz? Bundan ver, bir də biraz da əlavə elə. Allah balalarımı saxla. Şükür sənə ilahi. Ana, mən bu gün həyətdə eşitdim ki, İmam Əliyə yetimlər atası da deyirlər. Niyə elə deyirlər? Bax, Sadiq, İmam Əli əleyhissalam uşaqlara, xüsusən də atası, anası olmayan uşaqlara çox qayğı göstərərdi. Onları çox sevərdi. Həm də ki, ata, ata! Ata gəldi. Bayramınız bayrak uşaqlar. Al bu sənə, al bu da sənə qızım. Salam, xoş gəlmisən. Sənin də bayramın mübarək olsun, bizim mehriban atamız. Salam Xədicə, çox sağ ol, səninlə bahəməzdir. Ata, bunlar şeydir. Niyə 2 dənədir? Hamısı bizim deyil, əziz balam. Bəs kimindir? Sadiq, get qabı qoy süfrəyə. Ana, Hə, bala. mən bu gün dükançı İsmail əmdən eşitdim ki,
Bu gün bayramdır. Hə, elədir. Bəs hansı bayramdır ana? Bu gün İmam Əlinin Mövlud günüdür. Yəqin dükançı onu deyib. Ana, bayramdırsa, bəs niyə bizim evdə bayram şeylər yoxdur? Meyvə, konfet, tort. Ana, mən çox istəmirəm. Biraz istəyirəm. Bilirəm balam, bilirəm. Məktəbdə uşaqlar danışır ki, bayramda evdə şam yandırırlar, süfrə açırlar. Səbr elə bala, Allah yetirər inşallah. Fatimə, Sadiq, ananıza kömək eləyin, yaxşı? Mən birazdan gəlirəm. Ata, axı indi gəlmişdin ki, hara gedirsən? Ata, keçən dəfə də axşam harasa getdin, amma bir şey demədi. Bəs indi bayram axşamı hara gedirsən? Birazdan qayıdacağam, danışarıq ağıllı oğlum. Ya hələ. Ana, eşitdin? Nəyi, nə oldu ki? Ana, yenə. Allahım, Bunu kim qoyub ana? bilmirəm balam. Onu bil ki, Allah bizi unutmur. Ana, bu bayram üçündür. Hə balam, demək ki bizim də bayramımız var. Ata, ay ata, o torbalar hara getdi? Fatimə. Yaxşıdır, qoy soruşsun. Ata, bayaq dedin deyəcəm. Sən bir neçə axşamdır hara gedirsən? Qonşuluğa təzə bir ailə köçüb. Ailənin atası yoxdur. Necə yəni? Vətən uğrunda şəhid olub. Yoldaşı ilə bir oğlu var. Çətinlik çəkirlər. Mən onlara hərdən biraz şirniyyat, biraz ərzaq aparıram. Onlar bilirlər ki, sən aparsan? Yox, əsla bilməməlidirlər. Niyə ata? Bax oğlum, insan gərək kömək alanda utanmasın. Yaxşılıq utandırmamalıdır. Ata, niyə bu gün xüsusilə getdin? Çünki bu gün İmam Əlinin Mövlud günüdür. Ata, onun haqqında danışa bilərsən? Əlbəttə qızım. O çox ədalətli bir insan idi, uşaqları çox sevirdi, xüsusilə də yetimləri. Ata, niyə deyirlər yetimlər atası? Çünki gecələr gizlincə onlara yemək aparardı. Heç kim bilməzdi. Səhərlər də uşaqlar sevincək oyanardı, amma kim gətirib xəbərlər olmazdı. Elə bizim kimi? Bəli qızım. Ona görə deyirlər ki, əl tutmaq əlidən qalıb, əziz balam. Ata, mən də özünlə növbət dəfə apararsan? Bəli, əlbəttə. Ay bala, neynirsən elə? Niyə bu qədər ciddi baxırsan pullara? Sayıram ana. Nə üçün sayırsan? Nə almaq fikrin var? Yadında biz bu axşam ata ilə qonşuya yardım verməyə gedəcəyik. Ata demişdi onların da uşağı var. Mən istəyirəm İsmail əminin dükanına saqqız, çiçək salım. O torbanın içinə mən də bir şey qoyum. Allah səni qorusun ay Sadiq. Atan nə gözəl tərbiyə verib sənə, hə? Salam əzizlərim. Ata, gəldin? Bəli oğlum, hazırsan? Hə, hazıram. Ata, icazə var mən də öz pulumla bir şey alım. Əlbəttə var. Nə almaq istəyirsən? Onların uşağı üçün saqqız, keks. Afərin, bax bu həqiqi paydır. Ata, sən İmam Əli haqqında biraz da danışa bilərsən mənə? İmam Əli Allahın peyğəmbərlərindən sonra ən ədalətli insanlardan biri idi oğlum. Çox güclü idi, amma gücün heç vaxt zəiflərə qarşı işlətməzdi. O uşaqları çox sevərdi. Küçədə yetim uşaq görəndə dayanardı, başını oxşayardı, halını soruşardı. Biz onun yolunu getməyə çalışırıq oğlum. İmam Əli deyirdi ki, insanları incitmə, çünki qəlb Allahın evidir. Ata, buradır? Hə, buradır. Ata, Hə, Sadiq. bu qapı. Tanıyırsan buranı? Gedək oğlum. Sadiq, nə oldu sənə? Az əvvəl sevincə idin. Ata, mən uşağı tanıyıram. Hansı uşağı? Bu evdə yaşayan uşağı. Adı Əhməddir. Keçən dəfə futbol oynayırdıq. Top onların həyətinə düşdü. O qapını açdı. Dedi ki, mən də oynaya bilərəm. Mən dedim ki, atan icazə versə gələrsən. Ata, onun atası yox imiş. Sadiq, sən bilməmsən. Bu sənin günahın deyil. Amma çox pis oldu. O vaxt üzü necə qəmginləşdi.
Mən onda heç nə başa düşməmişdim, amma Bax oğlum. Sabah get, özün qapılarını döy. De ki, Əhməd, gəl bizimlə birlikdə top oyna. doğrudan Doğrudan ən gözəl üzrxahlıq əməl ilə olandır. söz verirəm ata. Demişdi ki, get özünü saxla. Dayanın bir dəqiqə. Ne oldu Sadiq? Siz oynayın, mən indi gəlirəm. Salam. Yenə topunuz düşüb. Ya, bu dəfə top düşməyib. Bəs niyə gəlmirsən? Mən səni çağırmağa gəlmişəm. Gəl bizlə futbol oyna. Məni? Gəl tez gedək Əhməd. Uşaqlar bizi gözləyir. Gəl. Tut bunu Əhməd. Bax necə vurdu. Gol! Gördün Ayəsən ürəyi necə rahatladı? Hə, Xədicə, bax gör necə xoşbəxtdirlər. Ata, Əhməd qol vurdu, gördün? Gördüm qızım, gördüm.